Xoş gəldiniz. Gəlin heç vaxt itirmədən bugünkü mövzumuza, bu heyrətamiz izahata birbaşa keçək. Heç düşünmüsünüzmü ki, niyə məhz aldığınız şeyləri alırsınız? Niyə müəyyən məhsullara, həyat tərzlərinə və ya hətta bəzi siyasi ideyalara ehtiyac duyduğumuzu, onları mütləq əldə etməli olduğumuzu hiss edirik? Bugün biz sizinlə birlikdə qərar vermə prosesimizin arxasındakı sirri, pərdə arxası manipulyasiyanı və kütləvi psixologiyanı tamamilə alt-üst edən bir adamın tarixini araşdıracağıq. İnanın mənə, bundan sonra marketinqə eyni gözlə baxa bilməyəcəksiniz. Başlamazdan əvvəl sizə çox sadə bir sual verim. Niyə səhər yeməyi günün ən vacib yeməyidir? Biz hamımız bu fikirlə böyümüşük, elə deyilmi? Çox güman ki, bugün sizdə elə Amerika mədəniyyətindən bütün dünyaya yayılan o doyurucu səhər yeməyinin, məsələn, bekon və yumurtanın təbii olaraq ən sağlam seçim olduğuna inanırsınız. Amma sizə bir sirr açın, bu əslində heç də təbii bir seçim deyil. Bu, vaxtilə kimsə tərəfindən diqqətlə düşünülmüş və bizim beynimizə yeridilmiş mədəni bir vərdişdir. Və bütün bunların arxasında yalnız bir nəfər dayanır. Baxın, 1928-ci ildə deyilmiş bu cəsarətli və bəlkə də bir qədər ürpərdici fikrə diqqət yetirin. Təbliğat görünməz hökumətin icra edici qoludur. Bu sözlərin müəllifi Edward Bernaysdir. O təbliğata heç də hamı kimi mənfi bir şey kimi baxmırdı. Əksinə, bunu cəmiyyətin normal işləməsi üçün zəruri bir vasitə hesab edirdi. Bernays bizim o əvvəlcədən reallıq kimi qəbul etdiyimiz hər şeyi darmadağın edən o görünməz hökumətin ən böyük memarlarından biriydi. Bəs kimdir bu adam? 1891-ci ildə Viyanada anadan olan Edward Bernays bugün ictimaiyyətlə əlaqələr, yəni hamımızın bildiyi PR sahəsinin atası kimi tanınır. Lakin buradakı ən maraqlı və həlledici məqam onun ailə bağlarıdır. O, mənşur psixoanalitik Sigmund Freudin doğma qardaşı oğluydu və məhz dayısının insan şuuraltısı ilə bağlı mürəkkəb nəzəriyyələrini oxuduqdan sonra Bernaysin ağlına o dahi fikir gəldi. Əgər fərdlər üzərində psixoanaliz tətbiq edilə bilirsə, niyə də bunu nəhəng kütlələrə tətbiq etməyək? Yaxşı, gəlin məsələnin dərinliyinə varaq. Gəlin görək o, marketingi necə inqilabi şəkildə dəyişdi. Bernaysdən əvvəl reklam sözün əsl mənasında çox sadə idi. Sizə deyirdilər ki, məsələn, bu ayaqqabı davamlıdır, ucuzdur və ayağı isti saxlayır. Bu qədər. Bernaysdən sonra isə hər şey tamamilə dəyişdi. Diqqət praktiki ehtiyaclardan şuuraltı istəklərə yönəldi. O başa düşdü ki, insanlara nələrisə onların şəxsi kimlikləri, emosiyaları və daxildə yatan gizli arzuları ilə əlaqələndirərək satmaq qat-qat asandır. Artıq insanlar məhsulu ona həqiqətən ehtiyacları olduğu üçün yox, o məhsul onlara özlərini hansısa fərqli, üstün bir şəxs kimi hiss etdirdiyi üçün alırdılar. Deməli, bütün bunlar bizi onun ən vacib konsepsiyasına gətirib çıxarır. Bernays razılığın mühəndisliyi adlandırdığı bir metod yaratdı. O, cəmiyyətə, yəni kütləyə baxanda impulsiv və qeyri-rasional bir yığın görürdü. Onun fikrincə, cəmiyyəti xaosdan qorumaq üçün insanları hiss etdirmədən doğru qərarlara yönəldən pərdə arxası, görünməz ip çəkənlərə ehtiyac var idi. Və səmimi olaq, o bu ipləri necə çəkəcəyini hamıdan yaxşı bilirdi. Birinci hissə, həyat tərzinin satışı, səhər yeməyindən Betty Crockerə qədər. Bəs bu nəzəriyyələr praktikada necə işləyirdi? Gəlin biznes problemlərinin məhz psixoloji yollarla necə həll edildiyinə və o görünməz iplərin səhər yeməyi masanıza qədər necə uzandığına baxaq. O dövrdə Amerikalıların səhər yeməyi çox yüngül idi. Adətən bir fincan qəhvə və bəlkə kiçik bir şey. Donuz əti sənayesi satışları artırmaq istəyəndə Bernaysə müraciət etdi. O isə küçələrə çıxıb bekon alın demədi. Əvəzində o həkimlərə sorğu göndərərək ağır, doyurucu bir səhər yeməyinin daha sağlam olub-olmadığını soruşdu. Təbii ki, həkimlər bəli dedilər və o dərhal bu tibbi sübutu qəzetlərə sızdırdı. Cəmiyyət dərhal buna inandı. Sağlamlıq idarələrindən, yeni avtoritetlərdən istifadə etmək. Bugün müasir reklamların təməl daşı olan bu metodu məhz o sıfırdan icad etmişdi. Yaxud məşhur Betty Crocker tort qarışığı misalını götürək. Şirkət sadəcə su qatılaraq hazırlanan bu məhsulu heç cür sata bilmirdi. Niyə? Çünki qadınlar bu qədər asan başa gələn tortu bişirəndə şuuraltı olaraq özlərini günahkar hiss edirdilər. Elə bil ailələrinə əziyyət çəkmədən nəsə verirdilər. Bernaysin komandasındakı psixoloq çox sadə bir həll tapdı. Diqqət edin. Prosesə cəmi bir addım əlavə etmək. Şirkət qutunun üzərinə yazdı ki, qarışığa bir dənə təzə yumurta sındırın. Bəs salam. Bu kiçik əlavə fiziki hərəkət qadınlardakı o günahkarlıq hissini aradan qaldırdı, onlara öz əməklərini qatdıqları hissini verdi və satışlar sözün əsl mənasında partladı. Mükəmməl psixologiya, elə deyilmi? İkinci hissə, azadlıq məşəlməni. İşlər getdikcə daha da böyüyürdü. Bernays artıq yalnız səhər yeməklərini və ya şirniyyatları manipulyasiya etmirdi. O, cəmiyyətin ən dərinə kök salmış normalarını hədəf almağa başlamışdı. İndi özünüzə bu sualı verin. 1929-cu ildə hər hansı bir məhsulun bazarını bir gecədə, bəli, sözün əsl mənasında bir gecədə necə 2 qat böyütmək olar? Tütün sənayesi məhz bunu istəyirdi. O vaxtlar qadınların açıq havada siqaret çəkməsi qəti tabu idi. Yəni, cəmiyyətin yarısı nəhəng bir potensial müştəri bazarı kənarda qalmışdı. Bu tabunu qırmaq lazım idi. Bu problemi həll etmək üçün Bernays yenə psixoanalizə üz tutdu və A.A. Brill ilə məsləhətləşdi. Brill ona olduqca birbaşa və sarsıdıcı bir fikir verdi. O dedi ki, o dövrdə siqaretlər cəmiyyətdə kişinin dominant sosial gücünün fiziki simvolu hesab olunurdu. Əgər qadınlar siqaret çəksəydilər, şuuraltı olaraq bu onlara o gücü mənimsəmək, kişilərlə tam bərabər olduqlarını cəmiyyətə nümayiş etdirmək hissi verəcəkdi. Bernaysin beynində dərhal işıq yandı. O, qadınlara sadəcə tütün yox, azadlıq satmalı idi.
Və bu, Bernays-in cəmiyyətin necə məharətlə idarə etdiyini mükəmməl şəkildə nümayiş etdirir. O, 1929-cu ildə New Yorkdakı məşhur Pasxa paradında iştirak etmək üçün onlarla gənc, təbliğ qadını gizlicə işə götürdü. Onlara tapşırıldı ki, tam olaraq müəyyən bir işarə ilə hamısı eyni anda siqaret yandırsınlar. Hətta Bernays bundan əvvəl medianı məlumatlandırdı ki, bəs qadınlar öz hüquqları üçün paradda azadlıq məşəlləri yandıracaqlar. Təbii ki, bütün fotoqraflar və qəzetçilər o anı çəkmək üçün tam vaxtında oradaydılar. Hər şey kortəbii bir inqilab kimi görünürdü. Və nəticə 2. Bu kampaniya o qədər uğurlu oldu ki, siqaret bazarı həqiqətən də 2 qat böyüdü. Siqaret çəkmək bir anda qadın hüquqları və bərabərlik hərəkatının ayrılmaz bir simvoluna çevrildi. Fikir verirsinizmi, o nə elədi? O, qadın hüquqları hərəkatını götürdü və onu rəflərdə satılan bir həyat tərzi məhsulu kimi paketlədi. Cəmiyyətin ən kəskin tabularından biri sadəcə konversiya mənfəəti üçün tamamilə darmadağın edildi. 3-cü hissə. Xarici hökumətin devrilməsi. Bura qədər eşitdikləriniz sizi təəccübləndirdisə, hazır olun, çünki onun taktikaları çox daha təhlükəli və qlobal bir arenaya sıçradı. Bu xronologiyaya baxın. Birinci Dünya müharibəsi illərində o, Amerika ictimaiyyətini müharibəyə cəlb etmək üçün təbliğatçı kimi işləmişdi. 1929-cu ilə qədər o artıq milyonların beynini oxuyan bir marketinq dahisinə çevrilmişdi. 1950-ci illərdə isə o, öz PR bacarıqlarını birbaşa xarici ölkələrin, bütöv dövlətlərin taleyini həll etmək üçün istifadə edən bir geosiyasi oyunçuya çevrildi. Məkan Qvatemala, 1950-ci illər. Amerikanın United Fruit Company adlı nəhəng korporasiyası bu ölkədə olduqca böyük torpaqlara sahibidir. Lakin Qvatemalanın demokratik yolla seçilmiş prezidenti Jacobo Arbenz hakimiyyətə gəldi və kasıb əhali üçün torpaq islahatlarına başladı. Şirkətin istifadə etmədiyi torpaqları yenidən bölüşdürməyə qərar verdi. Bu, şirkətin cibinə və mənfəətinə birbaşa təhlükə deməkdir. Böhranı həll etmək üçün kimə zəng etdilər? Bəli, bildiniz, Edward Bernays-ə. Bernays o dövrün soyuq müharibə qorxularından ustalıqla istifadə etdi. O, sadəcə şirkət üçün yox, sanki Amerika üçün bir PR kampaniyası hazırladı. Şəxsi əlaqələri vasitəsilə Amerika mətbuatını manipulyasiya edərək Qvatemala hökumətini ABŞ üçün birbaşa kommunist təhlükəsi kimi qələmə verdi. Əslində ortada sadəcə bir şirkətin gəlir problemi var idi, amma Bernays bunu Amerikanın milli təhlükəsizlik böhranına çevirdi. O, ABŞ hökumətinin hərbi müdaxiləsi üçün ictimaiyyətin zehnində lazım olan razılığı tamamilə sıfırdan inşa etdi. Və bütün bu qorxu kampaniyasının, bu media bombardimanının kulminasiyası 1954-cü il. Bernays-in yaratdığı süni qorxu və ictimai təzyiq o həddə çatdı ki, ABŞ hökuməti hərəkətə keçməyə məcbur oldu. 1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin təşkilatçılığı ilə bir dövlət çevrilişi baş verdi və Qvatemalanın demokratik hökuməti devrildi. Təsəvvür edirsinizmi? Bir dövlətin süqutu hamısı bir PR mütəxəssisinin yazdığı ssenari və media manipulyasiyası sayəsində mümkün olmuşdu. 4-cü hissə. Müasir kütləvi manipulyasiya ilə mübarizə. Bilirəm, bəlkə də düşünürsünüz ki, bunlar çoxdan keçmişdə qalıb. Amma xeyr, biz hazırda tam olaraq Bernays-in qurduğu dünyada yaşayırıq. Onun bu psixoloji taktikaları 1995-ci ildə o vəfat edəndə onunla birlikdə yoxa çıxmadı. Televizorda diş macunu reklamında gördüyünüz o ağ xalatda həkimlər, izlədiyiniz məşhurların sizə nəyisə tövsiyə etməsi, telefonunuzun markasının sizin statusunuzu təyin etdiyinə inanmağınız, bunların hamısı onun kəşfləridir. Hətta bugün sosial mediada gördüyümüz bir çox kortəbii trendlər və kampaniyalar belə birbaşa Bernays-in qaydalar kitabından götürülüb. Ona görə də onun bu məşhur və bir qədər ürpərdici sözlərini yenidən xatırlamağa dəyər. Biz idarə olunuruq. Düşüncələrimiz formalaşdırılır, zövqlərimiz yaradılır, ideyalarımız irəli sürülür, əsasən də adlarını heç vaxt eşitmədiyimiz insanlar tərəfindən. Baxın, görünməz hökumət elə bunun üzərində dayanır ki, biz idarə olunduğumuzu əsla hiss etmirik. Biz çox əminliklə elə bilirik ki, bütün seçimlərimizi özümüz edirik. Amma əslində o adlarını heç vaxt eşitmədiyimiz insanlar bizim həm istehlak, həm də siyasi qərarlarımızı pərdə arxasından idarə edirlər. Və bu izahatı bitirərkən, gəlin sizə belə bir provokativ sual verim. İndiki dövrdə informasiya o qədər sürətlə, o qədər sel kimi axır ki, qavrayış tam olaraq reallığın özünə çevrilir. Əgər sizin gündəlik istəkləriniz, inamlarınız, bəyəndiyiniz brendlər və hətta yediyiniz səhər yeməyi belə kimlərsə tərəfindən bu qədər məharətlə dizayn edilibsə, o zaman siz əslində kimin reallığında yaşayırsınız? Növbəti dəfə mağazadan nəyisə alarkən və ya xəbərlərdə hər hansı bir fikrə inanarkən sadəcə bir anlıq dayanın və o görünməz iplərin haradan gəldiyini axtarın. Bizimlə olduğunuz üçün təşəkkür.